öhdəlikləri var. Sən bu öhdəlikləri yerinə yetirə bilməzsən, onda bu hüquqlardan istifadə edə bilməzsən. Hüquq elə yalnız tez-tez deyil, qadın hüququ. Bəs qadın öhdəlikləri? Qadının borcu deyil, dünyaya uşaq gətirmək, ailə qurmaq vəzifəsi deyil. Qadının belə bir borcu, vəzifəsi yoxdur. İstəyər dünyaya uşaq gətirər, istəyər ailə qurar, istəyər qurmaz. Siz niyə qadın öhdəliklərdən danışmırsınız? Azərbaycan cəmiyyəti dağılır, qadın cəmiyyətin əsasıdır, ailənin əsası qadındır. Qadın istəyər ailə axıra qədər durar, qadın istəyər dərhal dağılır. Elə bir şey yoxdur. Niyə bu qədər cinayətlər olur? Bu qədər uşaqları öldürürlər, zorlayırlar. Bu qədər qadınları öldürürlər. Bunları kim eləyir? Kişilər eləyir də. Qadına deyirsən ki, sən niyə özü belə qoyursun? Dərhal gedə boşana. Niyə? O alternativi var da bir dənə. Bunun üçün fərqli. Bu insan Azərbaycan prezidentliyinə namizəd olub və çox zərərli fikirlər bildirir qadınlar haqqında. Başqa qadınlar kimi azad yaşamaq. Bu Azərbaycan cəmiyyəti. Azad yaşamaq hər bir insanın haqqıdır. Biz dünyaya gələndə tək dünyaya gəlirik və azad gəlirik. Heç kəs bizim azadlığımızı əlimizdən ala bilməz. İnsan dünyaya azad gəlir. Dağıda bilər. Yəni siz boşanmalarla əlaqəsiz? Mən yox, anam bacım. Əgər biz Niyə 13-14 yaşındakı uşaqlar ərə gedəndə, kişilər tərəfindən aldadılanda, üzr istəyirəm, hamilə qalanda, niyə bu kişilər, bu insan kimi düşünən insanlar çıxıb fikir bildirmirdi? müsəlmanıqsa, təbii ki, Mən müsəlman deyiləm. Hər kəs öz adına danışsın, daha gözəl olar. müsəlmanıq. İslam dini əxlaqsızlıq istisna olmaqla qadının boşanmasını zina hesab edir. Necə İslam dini zina hesab edir ki, Məhəmməd Peyğəmbər özü oğulluğunun arvadını alır. O necə olur? Onu necə qəbul edirsiniz? İsa Peyğəmbər İncildə deyir ki, bir qadını boşamaq zinadır, həmin boşanmış qadınla evlənən insan da zina edir. İsa Peyğəmbərin elə bir sözünü mən xatırlamıram. Boşanma, qadın əgər bilir ki, boşanan kimi 50 dənə müştərisi var, başqa ərə gedəcək. O bir yerdə dayanması gündə birini dəyişər.